Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 59 və 60-da olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Məlumatların təsviri. Cədvəl, piktoqram. 1. Cədvəllərdə məktəbin ibtidai siniflərində oxuyan qızların və oğlanların sayı verilib. İki cədvəli birləşdirib bir cədvəl düzəlt. Boş xanaları tamamla və suallara cavab ver. Mən burada olanları oxumayacağım. Sadəcə buraları oxuyacağım. Şagirdlər, siniflər. Birinci sinif. Şagirdlər qız, oğlan cəmi. Birinci sinif qızda 46, ikinci sinif 38, üçüncü sinif 46, dördüncü sinif 42, cəmi isə 172. Şagirdlər oğlan birinci sinif 39, ikinci sinif 40, üçüncü sinif 45, dördüncü sinif 42, cəmi 166. Cəmi birinci sinif 85, ikinci sinif 78, üçüncü sinif 91, dördüncü sinif 84, cəmi 338. A. Neçənci sinifdə ən çox şagird oxuyur? 3-cü sinifdə. B. Məktəbin ibtidai siniflərində cəmi neçə qız və neçə oğlan oxuyur? Qızlar 172, oğlanlar 166. Buradakı cəmi soruşur. C. İbtidai siniflərdə cəmi neçə şagird oxuyur? 338. Burada da ümumi bütün hamısını, yəni 170, 150, 166, 338 bunu soruşur. 2. Sırada şahmat dərnəyinə gedən 15 şagirdin yaşı təsvir olunub. Şagirdləri yaşlarına görə qruplaşdır və cədvəli tamamla. Yaş qrupları 9 yaşdan kiçik, 9-11 yaşda olanlar və 12 yaşı olan. Şahmat dərnəyinə gedən şagirdlərin sayı 9 yaşdan kiçik. Gəlin sayaq. 6, gəlin baxaq. 1, 2, 3, 4, 5 və 6. 9, 11 yaşlarda olanlar. Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6 və 7. 12 yaşı olanda yerdə qalanlar, yəni 2 nəfər. A. Dərnəyə gedən uşaqlar ən çox hansı yaş qrupundadırlar? 9-11. B. Dərnəyə gedən uşaqlar ən az hansı yaş qrupundadırlar? 12 yaş. 3. İki sütunlu diaqramda maşın salonunda ilin ilk 3 ayında nağd və ya kreditlə satılan maşınların sayı verilmişdir. Bu məlumata əsasən cədvəli tamamla və suallara cavab ver. Birinci diaqramla verilib, ikincidə isə biz cədvəllə verilib və biz də cədvəli tamamlamalıyıq. 3 ayda satılan maşınların sayı, ödəmə, aylar. Nağd, kreditlə, cəmi. Yanvarda nağd 2, fevralda 5, martda 4. Bütün nağdların cəmi 11. Kreditlə baxaq. Yanvar 4, fevral 2, mart 6. Kreditlə götürülən maşınların sayı isə 12-dir. Cəmi. Nağd və kreditlə yanvar ayında 6, fevralda 7, martda 10 və ümumi sayı, yəni 11 + 12 bərabərdir 23. A. Yanvar ayında cəmi neçə maşın satıldı? 6. B. 3 ayda hansı üsulla daha çox maşın satıldı? Nağd yoxsa kreditlə? Kreditlə. C. 3 ayda cəmi neçə maşın satıldı? 23. D. Hansı ayda nağd və ya kreditlə satılan maşın saylarının fərqi ən çoxdur? Fevral. Keçək səhifə 4. Piktoqramda bir tələbənin aylıq xərcləri təsvir olunmuşdur. Piktoqrama əsasən suallara cavab ver. A. Tələbənin
aylıq kommunal xərcləri neçə manatdır? 30 manat. B. Tələbənin kirayəyə verdiyi pul yemək üçün xərclədiyi puldan neçə manat çoxdur? 15. Gəlin A-nın həllinə baxaq. A-nın 20 üstəgəl 20 bölünsün 2 bərabərdir 30. B-yə baxaq. 5 vurulsun 2, 20 çıxılsın mötərizə içərisində 4 vurulsun 20 üstəgəl 20 bölünsün 4 bərabərdir 15. C. Tələbə digər xərclərə və nəqliyyata cəmi neçə manat pul xərclədi? Mötərizə 2 vurulsun 20 üstəgəl 15, mötərizə bağlandı üstəgəl, mötərizə içərisində 22 vurulsun 20 üstəgəl 20 bölünsün 2 bərabərdir 55 üstəgəl 50 bərabərdir 105. D. Tələbə bir ayda cəmi neçə manat pul xərclədi? 100 üstəgəl 30 üstəgəl 85 üstəgəl 50 üstəgəl 55 bərabərdir 320 manat. 5. Cədvəldə şkafdakı kitabların sayı verilmişdir. Məlumatı piktoqramda təsvir et. Şkafdakı bütün kitabların sayını sarı kvadrat ilə necə təsvir etmək olar? Şkafdakı kitabların sayı hekayə. 4 dənə çəkirik. Çünki hekayə görürük ki 16-dır. 16 böl 4 bərabərdir 4. Şeirə 3 dənə çəkirik. Çünki onu bölürük 4-ə, eləyəcək 2. Onu bölsək 4-ə, eləyəcək 2, qalıq da 2. 2 eləyəcək və qalığı da yarım kitab, yarım kvadrat çəkirik. Nağılda da 4 dənə çəkirik. 13-ü 4-ə bölürük. Eləyir 3. 3-ü qalıq da 1. Ona görə də 1 dənə də çəkirik. Dərslik 1, 2, 3, 4, 5. Dərslikdən 5 dənə çəkirik. Çünki 18-i 4-ə böldükdə 5 qalır. 4 18-i 4-ə böldükdə 4 qalır. Qalıq isə 2 eləyir. Sonra suala keçək. Deyir ki, şkafdakı bütün kitabların sayını kvadrat ilə necə təsvir etmək olar? 57 bölünsün 4 bərabərdir 14, qalıq 1. Yəni, burada 15 dənə çəkəcəksiniz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 6. Piktoqramda gün ərzində satılan dondurmaların sayı haqqında məlumat verilib. Piktoqrama əsasən cədvəli tamamla və uyğun sütunlu diaqram çək. Satılan dondurmaların sayı 2 dənə tam. Yəni 40 dənə. Satılan dondurmalar sadə sayı 40. Dondurmalar şokoladlı sayı 70. Dondurmalar çiyələkli sayı 45. Dondurmalar limonlu sayı 25. Dondurmalar ananaslı sayı 55. Verilən məlumatlara aid suallar tərtib et və cavablandır. Birinci sual. Cəmi neçə dondurma satılıb? Cavabı isə 235 ədəd. Həlli. Mötərizə yoxdur. Yəni 40 üstəgəl 70 üstəgəl 45 üstəgəl 25 üstəgəl 55 bərabərdir 235. İkinci sual. Ən çox hansı dondurma satılıb? Cavab şokoladlı dondurma. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.